Etdiyimiz yanlış hərəkətin bədəlini ödəməliyik ki, daha sonra o yanlışı etməyək. Həqiqətə bənzər yalan. Həyatımız başdan ayağa yalandan ibarət olmuş olur. Uşaq olduğu kimi qəbul edilmirsə bir mühitdə, başlayır yalandan davranışlar sərgiləməyə. Mən harda yalan danışmışam, bunu necə aradan qaldırmalıyam? Xüsusiyyət olaraq artıq onun əynində sanki bir paltar kimi oturur. Hər bir şeyi əldə etmək üçün yalan danışır. Düz düzdə qalar. Bu necə bir anlamsız ifadədir. Həmin o yalanlara özümüzü boğaraq, özümüzü həmin o yerə həbs etmiş oluruq. Hər vaxtınız xeyir olsun, dəyərli psixanaliz izləyiciləri. Xoş gördük hər birinizi. Bugün yenə də gözəl bir mövzu seçmişik və bu mövzu ətrafında danışacağıq. Zəhra, səni də xoş gördük. Bugünkü mövzumuz niyə yalan danışırıq, hansı hallarda yalan danışırıq və buna səbəblər nələrdir? Xoş gördük Heyran. Yenə də qlobal mövzuya toxunduq. Bir insan niyə yalan danışır? Niyə yalan danışma ehtiyacı duyur? Uşaqlıqdan etibarən biz valideyn olaraq uşağa yalan danışmağı öyrədirik. Denən ki, mama evdə yoxdur, telefon zəng gələndə, qapını açma, denən evdə heç kim yoxdur, məni soruşdular, mən getmişəm. Və bu şəkildə bir şəxsiyyət formalaşanda deyir ki, əgər yaxşı bir şey imiş kimi anam mənə bunu öyrədib. Yalan danışmaq uşaqlıqda öyrədilən bir haldımı? Bunu valideyn mi günahkardır burada, yoxsa bu psixi pozuntunun hər hansısa bir əlamətidir? Hardan başlayaq yalan mövzusuna? Əslində Zəhra çox məqamına toxundun. Bu hər zaman verilən, ünvanlanan sualdır. Biz biraz da dərinə gedib kökə baxsaq, psixoanaliz etsək, bayaq elə dedin uşaqlıqdan ki, ta ki bunun qoyulma mərhələsi 3-4 yaşdan sonra baş verir. 3-4 yaşdan sonraki etapda artıq bu başlayır özünü biruzə verməyə. Bayaq dediyin hallarda ki, tutaq ki, valideyn tanış eləyir və daha sonraki etaplarda isə təbii ki də qarşısı alınmırsa, uşaq bir korreksiya olunmursa, bu artıq onun şəxsiyyətinə oturur. Davranış pozuntusuna keçir. Çünki kökə baxanda davranış pozuntusunda olan uşaqlarda biz hər zaman bir yalanla qarşılaşırıq ki, sanki bu artıq onun daha sonraki illərdə ki, tam da 16 yaşı tamamladıqdan sonra orada biz nə görürük? Şəxsiyyət tipi olaraq, xüsusiyyət olaraq artıq onun əynində sanki bir paltar kimi oturur. Hər bir şeyi əldə etmək üçün yalan danışır. Və daha dərinə gedib baxanda niyə yalan danışır? Təbii ki də qorxudan, təhlükədə özünü hiss etdikdə. Biz misal üçün bizim o yalan danışma mexanizmamız nə zaman işə düşür? Bayaq dediyimiz kimi qorxu faktorunda. Amma bu nə zaman üzə çıxır, özünü biruzə verir? Təbii ki təhlükədə özümüzü hiss etdiyimizdə Abraham Maslow'un keçən dəfəki verilişlərimizdən birində toxunduğumuz həmin o piramidanın o ikinci pilləsində. Birinci pillədə nə idi? Fiziki ehtiyaclarımız, ikinci təhlükəsizlikdə özümüzü hiss etmək. Hər bir insan təbii ki də təhlükəsizlikdə özünü hiss etməyə ehtiyac duyur. Fitrət olaraq, insan olaraq, bir insan təbiəti olaraq. Və bu o zaman baş verir ki, mən asıllarla da bilirsən ki, çalışıram və orada da hər zaman baxanda mənə bir söz deyirlər, ünvanlayırlar. Yəni xanım, bizim xəstəliyimizin kökü qorxudur. Yəni bu sözü hər zaman deyirlər və kökünə enib baxanda da görürsən ki, həqiqətən də o psixoloji travmalarla üzləşəndə, psixoanaliz zamanında görürsən ki, həqiqətən də bir zamanlar çox qorxu keçirib, itirmək qorxusu olsun, valideynin onu tərk edəcəyi olsun. Hər zaman bizim valideynlərdə mentalitet olaraq belə bir söz verirlər. Yeməyini yeməsən səni qoyub gedəcəm, misal olaraq. Dərsini yaxşı oxumasan, biz səni qaraçılardan götürmüşük, aparıb səni qaytaracağıq onlara. Burada nə baş verir hər zaman? Valideyn özü belə bilmədən uşaqda bir həmin o dediyimiz piramidanın o təhlükəsizliyinin təminatı fitrətinin, belə deyək, o ehtiyac olaraq da, təməl ehtiyac olaraq da onu zədələmiş olur. Biz əgər baxsaq, özümüz üçün fikirləşəndə, mən bunu hər zaman valideynlərə də deyirəm. Deyirəm ki, deyir ki, axı digər uşağım belə deyil. Misal üçün, kiçik oğlum da belə deyil və yaxud da böyük oğlum başqa cürdür. Deyirəm ki, bax, hər kəs əslində eyni halı, eyni situasiyanı eyni cür algılamır. Travma nədir? Bizim zehin alanımızın həzm edə bilmədikləri.
Onun temperament tipinə də baxanda, misal üçün o melanxolik temperament tipində olan insanlar, onlarda bir başqa cürdür, nəinki sanqviniklara baxanda. Yəni valideynlərə hər zaman bunu çatdırmağa çalışırıq ki, misal üçün 20 yaşındakı bir gəncin hadisələrə, situasiyalara, baş vermiş bütün bir həmin o travmalara və yaxud da ki, elə hadisənin özü olmuş olsun, ona baxış açısıyla 4 yaşında, 5 yaşında və yaxud da 3-dən o tərəfə dedikdə, yəni qorxu faktorunu, yalan faktorunu, baxış bucağı, baxış açısı eyni deyil, dəyərli izləyicilər. Onun üçün də hər zaman uşaqlarınızı eyniləşdirməyin. Onun üçün də Adlerin həmin o individual nəzəriyyəsinə baxanda, yəni hər kəsə individum olaraq yanaşırdı. Belə zaten biz psixoloqların da işi hər bir gələn pasientə bir individum olaraq yanaşma tərzi edirik. Birində baş verən hadisəyə qarşı baxış bucağı necə fərqlidirsə, digəri ona adi baxa bilər, adi keçə bilər. Bəzən olur ki, biz yalanı danışırıq, amma bizim üçün o qədər adiləşir ki və biz onu yalan danışdığımızın fərqində belə olmuruq. Və daha sonra o yalanı biz düşünürük ki, filan kəsi qorumaq üçün etdim, filan kəsin xətrinə dəyməsin deyə etdim. Hətta biz yox deməyi belə bacarmırıq, yalan danışırıq. Məsələn, rəfiqəm deyir ki, Zəhrə dur gedək harasa gəzək. Mənim o an keyfim olmur və ya çox yorğun hiss edirəm özümü. Ona belə yox deməyin qarşılığında yox deyə bilmədiyim üçün yalan danışıram. Məsələn, bugün filan işim var, filan şey etməliyəm. Yəni biz yalan danışmağı sıradanlaşdırmışıq. Məişət yalanı. Valideyn uşağına yalan danışır. Və bu arada valideynlər uşaqlarına yalan danışır, sevgililər bir-birinə yalan danışır, ailə arasında yalan olur və hər kəs özünü haqlı çıxartmaq çabasındadır. Və bu gün hansısa bir uşaq valideyninə, anasına, atasına yalan danışanda biz o uşağı günahkar bilirik. Sən niyə belə yalan danışdın? Sənin evində yalan danışan adam yoxdur. Kiçik şeyləri göz ardı edirik. Sən əgər öz uşağına, bayaq da dediyim kimi deyirsən ki, mamam evdə yoxdur denən və yaxud da ataya yalan danışırsan uşağın yanında, rəfiqə ilə danışanda ona yalan danışırsan, uşaq sənin yanındadırsa, uşaq bunu hiss edir, bunu görür və ona sən birbaşa yalan danışmağına ehtiyac yoxdur. Və bu şəkildə uşaq artıq görür, götürür ki, deməli, mənim valideynim edirsə, bunu mən də edə bilərəm. Buna görə də uşaq yalan danışanda biz uşağa ekstra bir günahkarlıq duyğusu yükləmiş oluruq. O ki qaldı ikili münasibətlərdə olsun, istər ailə mühitində olsun, yalan olmamalıdır, yalanı sevmirəm dediyimiz halda bir yalanın içərisinə tapırıq özümüzü. Həyatımız başdan ayağa yalandan ibarət olmuş olur. Məsələn, sevgilisinə deyir ki, yoldaş haqqında. Mən sevmədən ailə qurmuşam, görücü usulü ilə ailə qurmuşam, anam istəyirdi ailə qurmuşam. Həmin o xanımı həyatında saxlaması üçün bir bəy. Və yaxud da xanım yalan danışır yoldaşına, rəfiqələrinə görə. Yalan danışır, harasa gedir, rəfiqələrlə bir yerdə əyləşir, deyir, gülür və s. Bunların hər biri qarşı tərəfi üzməmək üçün öz-özlərini haqlı çıxartmaq istəyirlər. Qarşı tərəfi üzməmək üçün danışdığım yalanlardır. Və buna biraz da biz ad veririk, pəmbə yalanlar. Xeyr, yalan sadəcə yalandır. Yalanın rəngi olmur ki. Yəni yalanın rəngi olmur, yalanın böyüyü, kiçiyi olmur. Yanlış bir məlumat verə bir yalandır. Bu mövzu haqqında danışmaq istəmirsənsə, deyirəm mən bu mövzu haqqında danışmaq istəmirəm. Amma ona yalandan bəhanələr gətirməyə ehtiyac yoxdur. Və bundan sonraki dövrlərdə artıq bir uşaq özü kimi olmaqdan çıxırsa, uşaq olduğu kimi qəbul edilmirsə bir mühitdə, başlayır yalandan davranışlar sərgiləməyə. Özü kimi olmayan davranışlar sərgiləməyə. Bu özü də bir yalandır. Biz bir insanı olduğu kimi qəbul etmədiyimiz zaman, o insan özündən fərqli bir şəxsiyyət tipi formalaşdırmağa çalışır öz içində. Başqa bir şəxsiyyət tipi göstərmək istəyir. Niyə? Çünki olduğu kimi qəbul olunmur. Ətrafındakı insanlar onu qəbul etmir. Və bu da yavaş-yavaş artıq bir insan öz yalanına inanır. Danışdığı yalana inanan insanlar var. Patoloji şəkildə baş vermirmi səncə? Çünki artıq onun şəxsiyyətinə oturur da bu. Bir patologiya çevrilir. Və bayaq dediyimiz kimi elə paranoyanın özündə də olur. Misal olaraq davranış pozuntusunda olan uşaqlarda necə olur? Daha sonraki illərdə bu qarşısı alınmayanda nə formada baş verir? Baxırsan ki, antisosial bir şəxsiyyətə çevrilmiş olur. Və artıq bunun fərqində olmurlar. Fərqində deyil ki, mən bir yalanın ardınca digər bir yalanı gətirmiş oluram. Çünki niyə görə? Bu artıq onun şəxsiyyətinə çevrilir. Şəxsiyyət bayaq dediyimiz kimi əyninə geyindiyi paltarın bir ölçüsü olaraq oturmuş olur.
öz yalanına özü inanır və qarşı tərəfi də inandırmağa çalışır. Hı Sən hı. elə görməmisən. Təsəvvür et ki, Hı hı. xəyanətə məruz qalır bir bəy və ya bir xanım. Yalan danışır və bu yalana onu inandırır qarşı tərəfi ki, yox sən səhv görmüsən, elə deyil. Bir insan artıq burada özündən şübhə edir. Bu insanlarla yaşayanda sən mənim həyatım gerçək nə? Hansı gerçəkdir? Mənim hansı yaşadığım duyğular gerçəkdir? Bu insan məni gerçəkdən sevirmi? Gerçəkdən dəyər verirmi? Dəyər vermir, hörmət göstərmir, sevgi vermir. Amma hər hansısa bir situasiyada gəlir ağlayır, ayağına qapılır, mən səni sevirəm, mən sənin üçün ölürəm, bu duyğular belə gəldi, bu duyğular belə getdi və qadın ilişir qalır ki, mən hansına inanım? Mənim yaşadıklarımın hansı gerçəkdir? Və yaxud da tamamilə əksi. Eyni zamanda da bunlar qadınlarda da müşahidə olunur. Eyni ilə fərq etmir. Yəni biz bunun cinsini qoymuruq ki, bu da əslində bir illüziyadır, deyilmi? Nədir illüziya? Həqiqətə bənzər yalan. Yəni bunu sən dediyin ki, elə bir formada bəzək-düzək vurur ki, həmin o illüziya formasında. Artıq sanki bunu görür, bunu canlandırır. Bax mən yenə də qayıdıram asılılıqlara. Mən bununla çox rastlaşmışam asılılıqlar arasında da. Bunun tərifini zaten özləri də bilirlər. Hər zaman bizdən də gözəl şəkildə bir tərif verirlər. Xəstəliyimizin kökündə qorxudur. Deyirəm yaxşı, tamam da biraz da dərinə getsək burada nə baş verir? Yəni qorxunun kökünü nəyə bağlayaq? Ağrı. Bir insan fitrəti hər zaman canının yanmasından çəkinir, qorxur. Ağrı çəkməkdən qorxur. Bu ağrı təkcə bizim fiziki ağrımız deyil. Zaten insanın ruhunun acıması belə ən böyük bir ağrıdır deyərdim ki. Və illüziyalar həmin o patologiyadan çıxır. O şəxsiyyət pozuntusunda bayaq dediyimiz kimi o illüziyaları qurmaq, bəzək-düzək vurmaq və özünü ona inandırmaq. Həqiqətən də bu gün mən hansısa bir işi görəcəm, gedəcəm, onu alındıracam. Məsəl üçün qumar asılılıqlarında da olanda evdə min cürə yalanlar uyduraraq ki, ta ki o pulu əldə edib, valideynindən o pulu əldə etməsi üçün min cür yalan uyduracaq. Elə bir bəzək var. Yəni o vakalar arasında qarşılaşdığımda gördüyüm şeylər, sanki o pul əlimə gəlib çıxana qədər elə bir bəzək vururdum ki, elə bir gözəl yaradırdım. Özüm də deyir ona inanırdım ki, mən artıq həmin o 1000 manatı udmuşam və orada 500 manat mənim borcum var ki, məsələn, o 500 manatı qaytaracam. Yerdə qalan 500 manatına da yenidən oyuna qoyacam və yaxud da özüm üçün nəsə bir şey istifadə edəcəm. Ona özüm belə inanırdım. Ya baxırsan ki, artıq burada bir patologiya gedir. Normal bir şey deyil yəni. İnsanlar o qədər yalan həyata öyrəşib ki, yalan yaşamağa öyrəşib ki, bunu özlərinə inandırıblar ki, bu gün dürüst olaraq hər hansısa bir söz dediyimiz zaman qınaq obyektinə çevrilirik. Dürüst şəkildə sözü dediyimiz zaman mən deyirəm ki, mən daha çox həmin insanları alqışlayaram ki, direkt baş verən prosesləri, düşüncələrini, hisslərini birbaşa ifadə edir. Amma bu belə cəmiyyətimizdə normal şəkildə qarşılanmır. Həmin insanlar bu gün tənqid olunur, cəmiyyətdən xaric olunur və belə bir söz də var da ki, mən sözü üzə deyənəm deyə pisəm el arasında. Dürüst şəkildə dediyim üçün bu gün cəmiyyət məni qınayır və bu insanlar zaman-zaman onlara belə yalan bulaşır. Yəni yalan artıq onlara belə keçir. Görür ki, dürüst olaraq qədir-qiymət bilinmir. Başlayır həmin insanlar kimi o da kiçik-kiçik yalanlar deməyə. Niyə bu qədər yalan dünyaya meyilliyik? Niyə dürüst olmaqda, dürüst olub acımaq, yəni bir dəfə canım acısın, nəinki yalan hər dəfəsində mənim psixologiyama təsir göstərir, fiziki olaraq mənə təsir göstərir. Bu gün yalan danışaraq psixologiyası yerlə bir olan o qədər insan var ki, o dünyanı inanır, o dünyada yaşayır və birdən-birə ayılır ki, yox, mən neçə il bu şəkildə sanırmışam, neçə il sən demə mən sevilməmişəm, amma sevirmiş kimi hiss etmişəm. Neçə il mən işimlə bağlı olan problemlərimi göz ardı etmişəm, özümü göz ardı etmişəm, ətrafımdakı insanları göz ardı etmişəm, amma mənim ətrafım budur. Hətta rəfiqələrin arasında biz görürük ki, qarşı tərəf səni anlamır, dinləmir. Deyirəm, yox, anlayır, o məni başa düşür. Sadəcə o biraz dili acıdır deyə mənə elə davranır. Burada dil acılıqdan söhbət gedə bilməz. Burada bir insan səni dinləmirsə, anlamırsa, anlamır. Yəni bunu empati quraraq və yaxud da özümüzü yalandan inandıraraq biraz da gerçək dünyaya açılmalıyıq. Biraz da gerçəkləri görməliyik. Düzdür, canımız acıyacaq, pis olacaq, amma bu bir müddətdir. Bu müddətdən sonra keçəcək. Bax, toplum olaraq da bizim deyimlərimiz var.
fikir vermisənmi? O bir atalar məsələlərimiz var ki, hansılar ki, həqiqətən də toplumsal olaraq bizə atılmış bir lövbərdir sanki, şuuraltımıza atılmış bir lövbərdir. Psixologiyada da var belə bir şey, lövbər texnikası, NLP-də var yəni o. Belə bir şey deyəcəm. Atalar sözünün həmin o deyimlərimizin kökünə baxanda bir baxsan, düz düzdə qalar. Bu necə bir anlamsız ifadədir. Ən böyük biclik düzlükdür. Daha əksi olaraq, deyilmi? Onun üçün də bir təzad yaranmırmı cəmiyyətdə? Yəni insanların şuuraltısında, insanların özünün düşüncəsində bir təzad yaranmırmı? Buradan belə deyirik, buradan da bu birisi cürə deyirik. Yəni ki, o Molla Nəsrəddinin bir məsəli var, bax o formada onu da deyəcəm. Zaten hamımız bilirik onu. Yəni toplum olaraq sanki 50-50-yə mi deyim, yoxsa fərqli bir formada insanların şuuraltısında hər zaman bir o ortada qalmaq kimi var. O nə ya sağa, ya sola gedib çıxa bilmirik. Hər zaman belə tartışmalı bir düşüncələrdəyik. Nə düşünürsən bu barədə? Həmin o atalar sözləri təkcə bu yalanla bağlı olmayan, elə digər də baxsaq, məsəl üçün qız ağacı, qoz ağacı, gör necə küçümsənmək kimi, aşağılayıcı və yaxud da digərləri. Yəni bunlar özləri də bir nə qədər buna bəsit də baxsaq, şuur altına atılmış bir lövbərdir bunlar. Bu atalar sözləri var, tamam. Amma bu atalar sözlərini yaşatmaq məcburiyyətindəyikmi? Aynen. Yaşatmayaq. Sən görürsən ki, artıq bu sənin düşüncənə təsir göstərir, psixikana təsir göstərir. Bəzən də insanlar dürüstlük sənə qalıb. Niyə dürüst Eynən. olursan? Yəni yalan denən çıxsın getsin, yola ver. Yola verməyə öyrəşmişik. Hı hı. Filan onu yola ver, bunu yola ver, həyatımızı yola ver. Belə gəlib çıxır 50-60 yaşına. Sonra görürük ki, yox, mən boş-boşuna bir həyat yaşamışam. Və atalar sözlərinə gəldiyimiz zaman atalar sözlərini savadsız insanlar o vaxtı Eynən. deyiblər. Cahilcə. Cahilcə bir ifadə olub ömrü boyu. Siz bugün təhsil alan insanlarsınız. Biz bu qədər burada mütəxəssislər olaraq danışırıq. Bizdən əlavə mütəxəssislər də bunu danışır. Gözünüzü açmağa çalışır mütəxəssislərin hər biri. Davam etdirməyin. Atalar sözlərini davam etdirməyin. Sənin bugün düzlük sənə qalıb və yaxud da dürüst olub itirməkdənsə yalan olaraq yanında saxla. Məsələn, mən pasientlərdə də görürəm ki, Zəhra xanım, axı dürüst olsam, axı ona desəm ki, bunu mən belə etmişəm, onu itirərəm. Tamam itir. Ya etmə, ya da itir. Bəzən o yalanı gətirir misalı. Bunlardansa bəzən biz etdiyimiz yanlış hərəkətin bədəlini ödəməliyik ki, daha sonra o yanlışı etməyək. Səncə həmin o pasientlərin özündə itirmək qorxusu dayanmırmı? Üzləşmək, keçmiş travmalarını katarsis etmək. Niyə axı itirməkdən qorxaq? Nə baş verəcək həyatımızda? Nə dəyişəcək? Nə hiss edəcəyik? Daha sonraki etaplarda bizimlə nə baş verəcək ki, biz həmin o itirməyin o alışdığımız o komfort zonasından çıxa bilmirik, üzləşə bilmirik və həmin o yalanlara özümüzü boğaraq özümüzü həmin o yerə həbs etmiş oluruq. Zaten biz bunun əvvəl-axır bədəlini ödəyirik. Əvvəl-axır yalnız qalırıq. Nəyə qorxursa o da başımıza gəlir. Nəyə qorxursa başımıza gəlmir. Nəyə düşünürüksə o başımıza Eynən. gətiririk. Yalan, amma sonda yalan dedim sənin yanında saxladım. Yalan dedim sevgilimi yanında Evet. saxladım. Bir müddətdən sonra artıq sənin əsl üzün ortaya çıxacaq. Artıq sən nə vaxta qədər yalan danışacaqsan, nə vaxta qədər özünü bildirməməyə çalışacaqsan, bu şəkildə də artıq həyatında görəcəksən ki, itirə-itirə gedirsən. Bir var ki, bununla üzləşəsən, bunu bərpa edəsən, katarsis edəsən, müalicəsini alasan. Məni daha çox təəccübləndirən bir şey o olur ki, seansa gəlir, seansda belə yalan danışır. Düzəlməyə gəlmisən sən. Sən daha yaxşı bir psixikanın olmasını gəlmisən. Səni anlayan, dinləyən, heç bir şəkildə psixoloq yargılamır səni. Niyə yaşamısan? Niyə bunu demisən? Niyə yalan həyat yaşamısan? Bunu sənə sorğulamır. Tamam, yaşamısan. Bundan sonrasına biz baxmalıyıq. Biz seanslarda bunu edirik. İndiyə qədər etmisən səhv, bunun həll yolu nədir? Bunun nəticəsində biz nə edə bilərik? Bunu düzəltməliyik. Bu səhv etməyə səbəb nədir? Biz bunu araşdırırıq seanslarda. Seansda belə gəlir yalan danışır. Tamam da biz sizi anlamırıq, görmürük, görürük. Bir insanın gözünə baxanda, üzünə baxanda, danışığından, rəftarından onun yalan və yaxud da gerçək olduğunu bilirik. Bununla gizlətməkdənsə, üzləşməkdən qorxmaqdansa, üzləş bir dəfə artıq onun nəticəsini yaşa, ondan sonra həyatına davam elə.
onda daha yaxşı olacaq. Nəinki üzləşməkdən qorxuruq, günü-günə satırıq, ili-ilə satırıq, yaşımız gedir, həyatımız gedir. Yalan bir dünyanın içində yaşaya-yaşaya gedirik. Əslində Zəhra, bilirsən problem nədədir? Problem ondadır ki, toplum olaraq hələ də çox az bir faizimiz psixoloqu qəbul edir. Məsələ bundan ibarətdir ki, biz bax o dediyin gəlib həmin o seansda əyləşib orada belə yalan danışmağı, həmin o travmasını gizlətməyi, dəyərli izləyicilər, psixoloqun sizin rəfiqənizdən, dostunuzdan, qonşunuzdan fərqi bilirsiniz nədir? Psixoloq heç bir zaman mən sənin yerində olsam belə edərdim kəlməsini, təbii ki də peşəkardan gedir söhbət. Diplomlu bir psixoloqdan, universitet bitirmiş bir mütəxəssisdən gedir söhbət. Ki heç bir zaman sənə mən sənin yerində olsaydım belə edərdim cümləsini, ifadəsini işlətmir. Sənin özünlə üzləşdirir və səni yargılamadan səni dinləyir. Səni heç bir zaman qınamır və sənə belə deyək, məsləhət vermir. Sadəcə səni sənin özünlə üzləşdirir, üzləşməyə və icazə verir. Və orada yalan danışmağın heç bir yeri qalmır. Bu həqiqətən də belədir Zəhra. Bugün həqiqətən də psixoloqa belə gedib yalan uyduran insanlar var. Öz aləmində düşünür ki, mənim danışdığımı gedib başqa bir yerdə danışacaq, konfidensiallığı qorumayacaq. Ola bilər ki, gedib kiməsə deyəcək. Axı bunu yaşayan adamlar var. Var, həqiqətən. Pasiyentini bütün tədbirdə 100 nəfərin, 200 nəfərin içərisində mənim filan pasiyentim filan şeydən əziyyət çəkirdi. Eynən. O pasiyent ya orada oturur, izləyicilərdən biri olur, Bəli. ya da ki, hardansa eşidir. Efirdə səsləndirilir ki, mənim filan pasiyentim Ad da çəkir. belə bir şey Hətta olmuşdu. görmüşəm. Mən onu sağaltmışam, filan problemdən əziyyət çəkirdi və bu zamanda təbii ki, bir insan artıq psixoloqa inanmayacaq onların sayəsində. Yəni qurunun oduna yaş da yanır misalı. Və yaxud da ki, dəfələrlə şahidi olmuşam. Filan kəs mənim yanıma gəldi, öz fərqindəlik yaratdı. İndi hal-hazırda özü də psixoloq işləyir. Gəldi, mən ona kurs keçdim, hal-hazırda psixoloqdur. Özgüvəni bir zamanlar çox aşağı bir insan idi. Yəni baxın, çoxlu sayda bu kimi istiqamətlər, bu kimi nümunələr gətirmək olar. Hansı ki, həqiqətən də bugün insanları da qınamaq olmur. Çünki yaşayıb bunu, görüb. Onun üçün də misal üçün onun yanından çıxıb sənin yanına gələndə artıq düşünür ki, görəsən Zəhra xanım da mənim və yaxud da İran xanım mənim problemimi kiminsə yanında danışacaq, hansısa bir mövzumu səsləndirəcək. Bu hallar həqiqətən də bugün təəssüf hissi ilə qeyd edirəm ki, cəmiyyətimizdə çoxdur. Bizim bugün cəmiyyətdə gördüyümüz problemlər uşaqlıqdan başlayır. Uşaq hansı mühitdə böyüyürsə, o mühitdə də yalan danışmağa vərdiş edir. Vərdişin qarşısını alınmadığı təqdirdə bu sonrakı yaşlara keçir. Eyni zamanda artıq uşaq nəyi görürsə, onu götürürsə, deməli bu uşaqda da valideyn yalan danışırsa, uşaq da yalan danışacaq. Tamam, əgər bunun qarşısını almaq istəyiriksə necə? Əgər yetişkin insanlar bizim qarşımıza gəlir, əyləşirsə, o zaman onların uşaqlığı ilə bağlı travmaları aşkar etməliyik. İlk dəfə yalan nə vaxt danışıb, bu yalan ona nə verib, nəyi qazanıb, nəyi itirib, valideyn ona hər hansısa bir cəza tətbiq edibmi? Bunların hər birini biz araşdıranda, tapanda yalanın kökünü tapmış oluruq və buradan başlayırıq terapiyalara. Amma ilk öncə terapiyanın nəticə alması üçün insan özündə bunu görməlidir. Bu yanlış bir şey etdiyinin fərqində olmalıdır. Yalanla bir həyat davam edə bilməz düşüncəsində olmalıdır. Yalanın sayəsində nələri itirdiyinin fərqində olmalıdır. Bu bir pozuntudur, bunun fərqində olmalıdır və ondan sonra biz terapiyalar zamanı bir insana dəstək ola bilərik. Yox, əgər insan özünü deyirsə ki, mən aydan arı sudan duruyam, mən neynirəm ki, burada yalandır, hamı yalan danışır. Bəs Bu zaman terapiyada artıq heç bir nəticə almayacağıq. Bəs Zəhra, heç qarşılaşmısanmı bir çox valideynlərlə hansılar ki, uşağında yalanın faktorlarını aşkarlayır. Misal üçün görür ki, sürəkli olaraq uşaq yalan danışır. Amma heç də bu valideynə başqa bir şeydən xəbər vermir. Sadəcə deyir ki, atası da belə olubmuş. Qaynanam deyir ki, məsələn, atası da belə idi. Yalan danışırdı. Nə bilim, əmisində də belə idi, dayısında belə idi, xalada belə idi. Düşünürəm ki, yəqin sən də qarşılaşmısan bunlarla. Ki, biz, dəyərli izləyicilər, nə zamana qədər atada da belə olub keçəcək deyəcəyik. Xalada da belə bu var idi, uşaq gedib ona oxşuyub keçəcək deyəcəyik. Hara qədər deyəcəyik? Nə baş verir bizdə? Biz ötüşdürə-ötüşdürə burada
daha digər patologiyalara yol açmırıqmı? Daha digər şəxsiyyət pozuntularına, daha ağırlaşmış bir vakalara yol açmırıqmı? Bunun qarşısını niyə zamanında almaq istəmirik? Niyə deyirik ki, eee, keçər. Uşaqdır deyib keçdiklərimiz keçirmi səncə? Çox təəssüf ki, heç nə keçmir. Çox təəssüf ki, burada belə özümüzü aldadırıq. Burada belə özümüzə yalan deyirik. Bir insan özündə bunu görmürsə, valideyn uşağında görərək ona yaxşılıq etmirsə, bu valideynin uşağa qarşı ən böyük pisliyidir. Tamam da uşağı düşünə bilərsən, atası da belə idi, anası da belə olub, nənəsi də belə idi, ona görə bunun ondan keçib. Bunun qarşısını kim alacaq? Təbii ki, yenə də sən almalısan. Bu zəncir nə vaxtsa qırılmalıdır. Amma sən valideyn uşağına görə yaxşılıq eləyirsən, amma zəncirvari bunun davam etməsinə şərait yaradırsan. Atadan uşağa, uşaqdan həmin o uşağın öz uşağına bu şəkildə davam eləyir. Bir miras olaraq ötürürlər sanki. Miras da yaxşı miras qalsın da heç olmasa. Eynən. Niyə yalan miras qalmalıdır? Niyə davranış pozuntusu miras olaraq qalmalıdır? Övladını düzgün şəkildə, psixoloji olaraq sağlam şəkildə yetişdirmək istəyirsənsə, uşağa diqqət elə. Valideyn gəlir uşağın əlamətlərini soruşuram, valideyn cavab verə bilmir. Və yaxud dörd basdır edir və yaxud da qəbullanmaq istəmir. Azmı rastlaşmışıq. Heç cürə insanın boynuna qoya bilmirsən ki, bu hadisə sənin evinin içində baş veribdir. Sən bunu niyə gizlədirsən? Baxın, orada belə yalan danışırsınız. Nə vaxta qədər ki, problemlərin üzərindən bax belə atlayacaqsınız, daha böyük bir travmanı yaradacaqsınız, daha böyük pozuntunu yaradacaqsınız. Bu gün cəmiyyətdə təcavüzkar da bu cəmiyyətdən çıxır, taciz edən də bu cəmiyyətdən çıxır. Öz övladına qarşı şiddət göstərən ata-ana da bu cəmiyyətdən çıxır. Niyə? Çünki ört-basdır edirik. Nələrinsə üstünü örtməyə çalışırıq. Çünki bunu bizə öyrədiblər. Ay bala keçər, ay bala döz, ay bala fikir vermə, zamanla keçəcək. Heç nə keçmir. Biz problemləri göz ardı edirik. O problem orada durur. Biz sadəcə onu görməzdən gəlirik. Amma nə vaxtsa o problem bir üzə çıxacaq. Nə vaxtsa o sizin qarşınızı kəsəcək və o kəsdiyi an siz onun qarşısını ala bilməyəcəksiniz. Və bunu əlavə etmək istəyirəm ki, həyatda ən böyük dürüstlük insanın özünün özü ilə olan dürüstlüyüdür. Bir insan əgər öz-özünə yalan danışırsa, bax, ən böyük yalanı əslində biz özümüz özümüzə danışırıq. Və onun üçün də ən başlıcası özümüzdən başlamalıyıq. Əgər bir valideyn olaraq, bir fərd olaraq, cəmiyyətin bir hissəsi olaraq biz öz kiçiyimizə yalan faktoru ilə tanış edib və bunun özümüz fərqində deyiriksə və özümüzdə bir dəyişiklik etmək istəmiriksə, biz heç bir zaman övladdan yalan danışma faktorunu, yalan danışma istəyə bilmərik qəti şəkildə. Çünki ən böyük dəyişim insanın özünün özündən olan dəyişimidir. Biz özümüzə qarşı dürüst olmasaq, ətrafdan heç bir zaman özümüzə qarşı dürüstlük gözləyə bilmərik. Sən dedin ki, Meyran, yalan danışma dedin. Yalan danışmada belə beyin inkar şəkilçisini qəbul etmədiyinə görə bir insan yalan danışmağa meyil göstərir. Yəni nəyə daha çox olmaz deyiriksə, biz ora daha çox yönəlməyə biraz müsaitik bu baxımdan. Və buna görə də yalan danışma niyə? Səbəbini izah elə uşağa. Bax, yalan danışsan nələri itirərsən? Necə bir insan olarsan? Ətrafında insanlar bugün mən yalan danışdığım üçün ətrafımda yalan danışan insanlar var. Hər zaman şikayətçiyəm ki, mənim qarşıma dürüst insan çıxmır. Mən yalan danışmadığım halda mənə yalan danışan insanlarla rastlaşıram. Bu həyatda hər kəs hər kəsin güzgüsüdür. Deməli sənin içində o yalan var ki, ətrafında da insanlar yəni bu şəkildədir. Bunu bizi qoyduq kənara. Güzgüyə baxanda özünü özünə etiraf elə. Özünü özünə etiraf edəndə artıq biləcəksən ki, bu həyatı nə üçün yaşayırsan. Həyatından narazı olan insanlar var. Hər zaman mənə yalan danışan deyən insanlar var. Mən dürüstlük edirəm, amma həyat mənə dürüst, adil şəkildə davranmır. Həyat belə səninlə oynayır. Sənə həyat belə dürüstlüyü vermir. Niyə? Çünki sənin özünün içində bu var. Bunu özün özünə etiraf elə, daha sonra bunun terapiyasını al. Terapiyalara gir. Bir müddət uzun çəkəcək, ola bilər. 30 yaşına qədər, 40 yaşına qədər öyrəşmisən yalan danışmağa, yalan şəraitdə böyüməyə. Tamam, amma bundan sonraki dönəmləri də yalanla keçirtməməyin üçün terapiya almağın mütləqdir. Biz bunu çatdırmağa çalışırıq. Bizim bayaqdan danışdıqlarımız bundan, yəni izləyicilərimiz biraz yanlış başa düşə bilər bunu. Mən onu deyim ki, biz sizə yalan danış və yaxud da yalan danışma demirik. Yalan danışma, hətta bu dində belə var ki, yalan danışmaq günahdır. Yalan danışmaq olmaz, dürüst olmalısan, özünə qarşı, insanlara qarşı dürüst olmalısan. Amma yalansız bir həyat da təsəvvür etmək Mövcud olar. deyil.
Yəni yalan ümumiyyətlə bəzən olur ki, yalan danışmaq bizim həyatımızı xilas edir. Bu zaman onda yalan yenə də yanlış sayılır. Məsələ burasındadır ki, yalansız həyat qəti şəkildə bir mövcud deyil. Sadəcə olaraq kiçik bir yalanı o zaman uydura bilər ki, insan kiminsə həyatını təhlükə anında gördüyün an. Tutaq ki, kimisə o ölümə gedirsə, o anda orada onu xilas edəcəksənsə, orada sən kiçik bir yalan uydurub onu oradan çəkindirə bilərsən, yəni ki, onun belə həyatını xilas etmiş olacağın məqamda. Amma hər gün artıq bir də beynimizi də alışdırmış oluruq və bir süre sonra baxırsan ki, şuuraltı şəkildə artıq sən bundan həzz alırsan artıq. Adrenalin duyğusu yaşayırsan ki, sanki o yalanı danışdıqca hər dəfə bir adrenalin alır insan, ki, bu ona bir həzz duyğusu yaşadır və özü də fərqində olmadan serotonin, endorfin, dopamin hormonlarını qaldırır və orada bir gözəl bir həzz duyğusu yaşayır. Amma özü də bunun fərqində deyil. Onun üçün də biz deyirik hər zaman mütəxəssislə qarşılaşmaq, fərqində olmaq lazımdır. Amma çox vaxt da bayaq dediyim kimi insan heç onun özü də bir fərqində deyil ki, ümumiyyətlə özü bundan bir həzz duyur, yəni. Bu da var yəni. Belə düşünürəm ki, bu gün müəyyən qədər insanların o gələn suallarda insan yalanı niyə danışır, neçə yaşda danışır, hansı məqamlarda baş verir və bunun necə qarşısını almaq mövzusunda müəyyən qədər informasiya vermiş olduq. Düşünürəm ki, bu günlük də bu qədər. Zəhra, əlavə edəcəklərin nə isə bir şey varsa buyur. Düşünürəm ki, dediyin kimi bir insan özünün fərqində olar. Yəni bu verilişə baxandan sonra öz-özünə dürüst olar. İndiyə qədər yalan danışdığı məqamlara baxar, toxunar. Mən harda yalan danışmışam, bunu necə aradan qaldırmalıyam? Ən azından mütəxəssisə müraciət eləyər. Həyatını bir də gözdən keçirdər biz danışdıqca. Özünün həyatının fərqində olar və ondan sonra biz ən böyük yaxşılıq etmiş olarıq deyə düşünürəm. Əlavə edəcəyim başqa bir şey yoxdur. Təşəkkür edirəm bizi izlədiyiniz üçün. Növbəti psixanalizdə görüşərik.